Alik öldükdən sonra gedir cənnətin qapısında növbəyə dayanır. Cənnətin qapısında duran mələk Pedərdən soruşur. Pedər, sən heç ömründə günah işlədinmi? Pedər deyər ki, yox, mən ömrüm boyu ancaq insanlara, heyvanlara xidmət eləmişəm, Tanrıya dua eləmişəm. Mələk deyər, bilirik Pedər, al bu cənnətin gümüş açarları sənin. Sıra çatar Alikə, mələk Alikdən soruşar, Alik, sən ömrün boyu günah işlədinmi? Tanrıya dua elədinmi? Alik deyər ki, mən də bütün ömrümü insanlara və heyvanların yaxşılığına həsr eləmişəm. Amma Tanrıya dua eləməmişəm. Düzün sözü, heç onun varlığına da o qədər inanmırdım. Amma mənim bir nöqsanım, günahım var idi ki, həmişə avtobusu sürətlə sürərdim. Mələk deyir ki, al bu da cənnətin qızıl açarları sənin. Bunu görən Pedər dözə bilməz, etiraz eləyər. Deyər, bu necə olur? Mən bütün ömrümü Tanrıya dua etməklə keçirmişəm. Mənə cənnətin gümüş açarlarını verirsiniz. Bu ömrü boyu Tanrıya dua eləməyib, günah sahibidir. Ona cənnətin qızıl açarlarını verirsiniz. Mələk deyər ki, sən insanlara dua elətdirəndə onları yuxu basırdı, yatırdılar. Amma bu avtobus süründə bütün insanlar hamısı əlin Allahın dərgahına qaldırıb Allaha dua edirdilər. Ona görə cənnətin qızıl açarları ona verilir. İndi, ey gözəl insanlar, biz heç kəsin haqqında rəy verə bilmərik. Hansı insan cənnətə düşəcək, hansı insan cəhənnəmə düşəcək. Ola bilsin, bizim gözümüzdə olmayan insan ömrü boyu elə bir yaxşılıq edib ki, o Allah tərəfindən yüksək qiymətləndirilir. Ən gözəlini Allah bilər. Kim cənnətə, kim cəhənnəmə qismət olacaq.